Bu sualı terapiyada çox eşidirəm. Niyə həmişə həyatıma eyni tip insanları çəkirəm? Psixoloji olaraq bunun səbəbi odur ki, biz həyatımızda seçdiyimiz partnyoru çox zaman şuurlu seçimlərlə yox, şuuraltı tanışlıq hissi ilə çəkirik. Yəni uşaqlıqda doğulub böyüdüyümüz evdə bizə sevgi dili necə aşılanıbsa, biz də münasibətlərdə eyni duyğunu axtarırıq. Valideynlərimizin arasında yapışdırıcı rolunu oynamağa məcbur hiss etmişiksə, bu zaman xilaskar roluna bürünürük. Çünki sevgi sizin üçün birləşdirmək, yapışdırmaq, düz olmayanı ən yaxşı halına gətirmək olur. Və bu da yaxşı qız sindromuna səbəb olur. Və bu zaman biz həyatımıza qurban rolunda olmağı seçən partnyorları çəkməyə başlayırıq. Yəni onların hər zaman problemi olur, hər zaman onlara haqsızlıq olunur və yaxşı qız olaraq siz o insanları sağaltmağa, onları xilas edə biləcəyinizə inanırsınız. Unutmayın ki, sağlam sevgidə rollar yoxdur. Nə xilaskar, nə qurban. Sağlam münasibətdə iki yetişkin olur.